Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil emin. Ve alihi tahirin ve la'netullah ala a'daihim ecma'in minel an ila qiyam yevmiddin amma ba'd. İmam Rıza Aleyhisselamın mevludu ərəfələridir deyə istəyirəm İmam Rıza Aleyhisselamın bəzi kəlamlarına toxunum. İnşallah bir neçə kəlamına toxunaram. İmamın dövrü bilirsiniz ki, elə bir dövrdür ki, İmam Aleyhisselam adətən əsas məqsədini, əsas hədəfini belə qoymuşdu ki, imaməti tanıttırsın. Yəni, imam kimdir? İmamət hansı bir məqamdır? Və bu dində, İslam dinində, Allahın yanında imamət nəzəriyyəsi, imamət bu idarə etmə üsulu hansı bir məqama sahibdir. Bu, İmam Rıza Aleyhisselamın dövründə əsas prioritet məsələ idi və İmam Rıza Aleyhisselam hər bir çıxışında, hər bir fürsətində məhz imamın xüsusiyyətindən danışırdı, imaməti tanıtdırırdı. Çünki imamət nəzəriyyəsi Allahın nəzəriyyəsidir. Yəni, Allahın bəndələri üçün nəzərdə tutduğu ən ideal idarə etmə üsuludur. Bütün peyğəmbərlər, bütün onların vəsiləri, onların arasında gedib gəlmiş imamların hamısı Allah tərəfindən seçilmiş şəxsiyyətlərdir. Yəni, bir sözlə Allah Teala özü təyin eləyir öz bəndələrinə kim müdir olur, kim hakim olur, kim onları idarə etməlidir, ədaləti bərpa etməlidir, onların bütün istedadlarını üzə çıxartmaq üçün bütün şəraiti yarada bilər. Kimdir? Onu yalnız Allah tanıyır. Bu cəhətdən seçim hüququ Allahındır. Çünki insanlar çox səhv eləyə bilir və təcrübə də göstərir, dünyanın təcrübəsi onu göstərir ki, insanlar hələ bu sahədə uğur qazana bilməyiblər. Və kim daha layiqdir, onu tam təyin etmək qeyri-mümkündür. Amma Allah Təbarək və Teala isə təbii ki, o hər şey biləndir, qeybi biləndir, insanları o yaradıb, o tanıyır və daha layiqlisi kimdirsə, o tanıyır və o təqdim eləyir. İmamət nəzəriyyəsi İslamın ən mütərəqqi nəzəriyyəsidir. İmam Rıza Aleyhisselamın öz ifadəsi ilə desək, həmişə inkişaf etməkdə olan bir dinin xüsusiyyətidir imamət. Və imamət nəzəriyyəsi dini ətalətdən çıxardır, yeknəsəklikdən çıxardır. Həmişə aktiv edir, həmişə hərəkətdə saxlayır, yəni elə bir ruh verir ki, həmişə din hərəkətdə olsun, həmişə inkişaf etsin və düzgün bir mövqedə olsun. Bu cəhətdən İmam Rıza Aleyhisselamın dövrü ən çox xarakterizə etsək hansı bir dövrüdür? İmamın tanıtdırılması dövrüdür, İmam Rıza Aleyhisselamın dövrü. Ona görə hər bir kəlamında İmam Əleyhisselam özsüz imamətə toxunur və məşhur o Silsilətü Zəhəb hədisində də siz görürdünüz ki, İmam Əleyhisselam deməli orada imamətə toxunur. Ondan xahiş eləyirlər, Nişapurdan keçib Xorasana gedəndə ondan xahiş eləyirlər, alimlər xahiş eləyirlər ki, Həzrət Peyğəmbərdən bir hədis söylə. O orada Silsilətü Zəhəb hədisini söyləyir. Qızıl silsilə. Qızıl silsilə ona görə deyirlər ki, onu nəql eləyən ravilərin hamısı məsumdur. İmam Rıza Aleyhisselam orada həmən məşhur hədisi buyurur. Deyir ki, mən öz atamdan eşitdim. Yəni İmam Musa-i Kazimdən. O da öz atası İmam Cəfər-i Sadiq. O da öz atası İmam Muhammed Baqir. O da öz atası İmam Zeynül Abidin. O da öz atası İmam Hüseyin Aleyhisselam, o da Əli ibn Əbi Talib Aleyhisselam və Həzrəti Əli Peyğəmbərdən, Peyğəmbər Cəbraildən, Cəbrail isə Allahdan nəql eləyir. Ki, Allah belə buyurdu ki, La ilahə illallah kəlməsi mənim qalamdır. Kim o qalaya daxil olsa, əzabımdan amanda qalar. Bunu dedi, Həzrət yuxarıdan düşdü, mənbərdən düşdü. Elə biraz addımlamışdı, getmişdi ki, yenidən qayıtdı və sonra buyurdu ki, bir şurutiha, bunun şərtləri var. O elə deyir ki, elə La ilahə illallah deməklə hər şey qurtarır. La ilahə illallah bir giriş qapısıdır. Sən bu qapıdan girdinsə, digər şərtləri gərək qəbul eləyəsən.
Ona görə imam buyurur ki, şərtləri var. Şərti nədir? Şərti odur ki, və ənə min şurutiha. Mən onun şərtlərindən biriyəm. Yəni, İmam əleyhissalam imamət nəzəriyyəsi özü onun şərtlərindən biridir. Bu olmasa, təbii ki, naqis qalır. Ona görə təsadüfi deyil ki, Qədir-Xumda nazil olan Maidə surəsinin 3-cü ayəsi, orada Allah Teala buyurur ki, məhz bugün dinimi kamil etdim, nemətlərimi tamamladım və İslamdan razı qaldım. Əl-yevm əkməltu ləkum dinəkum. Görürsünüz, bugün İslamı kamil etdim, dininizi kamil etdim. Yəni, təbii ki, Qədir-Xumda birisi də Həzrəti Əli əleyhissalamın orada imamət məsələsi ortaya qoyuldu və insanlardan beyət alındı. O imamətlə din kamilləşir. Və ətməmtu aleykum ni'məti, nimətimi tamamladım və raditu lekumul İslamə dina və məhz İslam dinindən indi razı qaldım. Bax, bu ilahi kitabdan, Allahın kitabından qaynaqlanan bir əqidədir, bir etiqaddır, bir sözdür. İmam Əleyhisselam onu orada deməyə çalışır ki, yəni mən onun şərtlərindəyəm, məni qəbul eləməsəniz, din naqis qalır, tam olmur, kamil olmur. Ona görə İmam Əleyhisselam orada imaməti də şərt eləyir, dinin şərtlərindən biri kimi. Və müxtəlif söhbətlərində, müxtəlif yerlərdə İmam Əleyhisselam həmişə söhbət edərkən imaməti tanıtdırır, həmişə imama toxunur. Buyurur ki, imamın əlamətlərini sayır. İmam kimdir, kim olmalıdır? Bunlar, çünki o vaxtı və həm ondan əvvəl, həm sonraki dövrlərdə də imam haqqında belə təsəvvür yaranmışdı ki, yəni sadə bir insandır, hətta cəmiyyətdə ondan da üstünü ola bilər. Yəni sadə məsələləri qoruya bilsə o imam ola bilər, müsəlmanların rəhbəri ola bilər. Yəni nədir? O budur ki, namaz qılsın, dini işlərə əməl etsin, sonra yəni sərhədləri qoruya bilsin, ədaləti bərpa nə qədər eləyə bilirsə bilsin və səlam. Bu kifayətdir. Amma biz görürük ki, Allahın nəzəriyyəsində, Allahın doktrinasında belə bir şey olmayıb ki, hansısa onun seçdiyi bir şəxsdən cəmiyyətdə üstün adam olsun. Yox. Və yaxud o cəmiyyətdə ən üstün ola-ola aşağı şəxsi seçsin, insanları idarə etsin, yəni peyğəmbərlik etsin, imamlıq etsin. Allahın nəzərində, Allahın nəzdində belə bir şey olmayıb. Allah təbarək və təala seçim edərkən baxıb ən üstünü kimdirsə onu seçib. Ən ləyaqətlisi kimdirsə onu seçib. Elə, yəni yenə deyirəm, siz seçim tarixinə baxın, həm peyğəmbərlərin tarixinə baxın, həm onların vəsiləri, imamların tarixinə baxın. Elə bir şey olmayıb ki, Allah təbarək və təala ən üstününü saxlasın, aşağıda olanı seçsin. Olmayıb. Çünki ən üstünü layiqdir. İmam Əleyhisselam bunu deməyə çalışır. Nə üçün imamı tanıtdırır, imamın əlamətlərini danışır, imam kimdir, imamın hansı xüsusiyyətləri olmalıdır və hansı xüsusiyyətləri var. Nə üçün onlardan danışır? Yəni cəmiyyətə başa salmaq istəyirdi ki, sizin bildiyiniz bu nəzəriyyə əslində köhnəlmiş padşahlıq nəzəriyyəsidir. Bu Allahın nəzəriyyəsi deyil. Bu sultanlıq nəzəriyyələridir. Bunu da sultanlar uydurublar. Bunu din kimi sizə təqdim ediblər. Siz də götürmüşsünüz onu. Elə bilirsiniz Allahın dini budur. Yox. Yox. Allahın nəzərində, Allahın seçimində, Allahın dinində nəzəriyyə tam fərqlidir. İmam kimdir, onu tanıtdırır. Yəni, imam sizə sadə bir insan gəlməsin. İmam elə hər kəs imam ola bilər. Yox, belə deyil. Ona görə tanıtdırır. Buyurur ki, lil imami alamatun. İmamın bir çox əlamətləri var. Nədir? Yekunu a'ləmən nas. Birinci xüsusiyyəti budur ki, o elmi cəhətdən insanların ən üstünüdür. Ən üstün, elmdə ən üstünüdür. Siz baxın peyğəmbərlərin tarixinə.
Siz baxın imamların tarixinə. Görün onlar cəmiyyət arasında necə tanınırdılar. Elmdə ən üstün olan, ən üstün elmli bir şəxsidir. Yəni bu siz necədir? İdarəçilik o qədər qəliz məsələdir ki, yəni peyğəmbərlik etmək, imamlıq etmək o qədər çətin bir məsələdir ki, burada elmin olmasa həlak olarsan. Yəni bu 2 + 2 = 4 eləyir. Yəni bu qədər açıqdır, bu qədər bəsitdir. Birinci elmin olmalı, anlayışın olmalıdır bu sahədə. Özdə ən dəqiq anlayışın olmalıdır. Hər bir sahədə elmli olmalısan. Özdəki a'lamunnas. A'lamunnas yəni insanların ən elmlisi. Həzrəti Peyğəmbərdən maraqlı bir hədis var. Buyurur ki, orada Əhl-i Beyti tanıtdıranda Peyğəmbər buyurdu ki, bəs mən sizin aranızda 2 ağır əmanət qoyub gedirəm. Biri Allahın kitabıdır. O səmadan yerə endirilmiş bir ipdir, kəndirdir. Kim ondan yapışsa Allahın elmi ilə, Allahın qüdrəti ilə müttəsil olur, bir olur, bağlanır. Sonra buyurdu ki, və mənim Əhl-i Beytim, digər ağır əmanət mənim Əhl-i Beytimdir. Sonra başlayır Əhl-i Beyt barəsində bəzi sözləri danışır. Buyurur ki, mən Əhl-i Beytin barəsində Allahı siz yadınıza salıram. Əhl-i Beytin barəsində Allahı yad edin. Allahı yad edin, Allahı yad edin. Sonra buyurdu, Əhl-i Beytimdən qabağa keçməyin, həlak olarsınız. Əhl-i Beytimdən dala da qalmayın, yenə həlak olarsınız. Sonra buyurdu, Əhl-i Beytimə bir şey öyrətməyə çalışmayın. Çünki onlar sizdən daha elmlidir. Görürsünüz? Sizdən daha elmlidir. Bu Peyğəmbərin yanaşması ki, dini gətirəndir, o Quranı gətirəndir, o Əhl-i Beyti bu cür tanıtdırır bizə. İndi Quran-ı Kərimdən də bir misal gətirim. Quran-ı Kərim Bəqərə surəsində Talut və Calutun dastanını nəql edir bizə. Calut mənfi obrazdır, Talut isə müsbətdir, Allahın seçdiyi bir xəlifədir, bir imamdır. O peyğəmbər deyildi, imam idi. Deməli, insanlar Calutun zülmlərini gördükdə, hücumlarını gördükdə artıq bezirlər, gəlirlər zəmanə imamın, peyğəmbərinin yanına. Quran-ı Kərim o peyğəmbərin adını çəkmir. Sadəcə belə buyurur ki, onlar öz peyğəmbərlərinin yanına gəldilər, dedilər ki, Allahdan istə bizim üçün bir xəlifə, bir imam, bir kral bizim üçün seçsin. O da şərt qoydu ki, əgər Allah seçsə və sizə cihad vacib olsa, cihad edərsiniz. Dedilər ki, əlbəttə biz nə üçün cihad etməyək Allah yolunda, halbuki öz ev eşiklərimizdən çıxarılmışıq. Yəni qaçqın həyatını yaşayırdılar, köçkün həyatını yaşayırdılar. Evladlarımızı alıblar biz əlimizdən, yəni əsir aparıblar, ailələrimizi, bizim ev eşiklərimizi qarət eləyiblər, çıxardıblar bizi oradan. Nə üçün də vuruşmayaq, cihad etməyək. Sonra buyurdu ki, yaxşı, Allah Talutu sizə imam seçir, kral seçir. Talut Bəni İsraildən idi, amma kasıb təbəqədən idi də, kasıb təbəqənin övladı idi. Onlar cavabında belə dedilər, Talut necə bizə imam ola bilər, kral ola bilər ki, biz ondan daha varlıyıq. Baxın, ona var dövlət verilməyib. Onun var dövləti yoxdur. Ona görə biz ondan daha layiqik imamlıq etməyə. Baxın, görürsünüz, insanların beynində, insanların təsəvvüründə, inancında belə formalaşmışdı ki, gərək varlı insan cəmiyyətə imam olsun. Amma Allah təbarək və Teala orada Talutu nə üçün seçib izah eləyir. Buyurur ki, mən Talutu 2 şeyə görə seçmişəm. 1, ona geniş elm vermişəm. Görürsünüz, a'lamunnas, insanların ən elmlisidir. Ona geniş elm vermişəm və güc qüdrət vermişəm. Bacarıq vermişəm ona. Yəni hər şeydə bacarıqlıdır. Xüsusilə idarəçilikdə. Görürsünüz, Allahın şərti
və seçim səbəbi orada izah olunur. Qurani-Kərim bu dastanları nə üçün nəql edir görəsən? Bu nağıldır deyə biz eşidək bunu, qulaqlarımıza xoş gəlsin. Yox. Yoxsa bir ibrət götürək. Bu incəliyinə qədər Quran toxunur. Yoxsa İslam ümmətinə bir ibrət olsun ki, yəni kim seçilməlidir, kim imam olmalıdır, kim kral olmalıdır. Orada Allah şərtləri orada bəyan eləyir. Görürsünüz, bu ən elmli insan. Bax, bu da Quranın yanaşması. Ən elmli insan, ən qüdrətli insan. İndi siz Həzrəti Əli əleyhissalamla məsələn digərlərini müqayisə edə bilərsiniz. Elm cəhətdən, qüdrət cəhətdən, bütün cəhətlərə görə kimidir daha üstün? Və məsələ bu idi. Ona görə İmam Rıza əleyhissalam nə üçün imamın xüsusiyyətini tanıtdırır ki, yəni insanların zehnində olan o inancı islah etsin. Ki, yəni əsl İslam nəzəriyyəsi, Allahın kitabı ilə uyğun gələn nəzəriyyə budur. Buyurur, imam kimdir? İmam yekunu a'ləmən nas. İmam ən üstün insandır. Ən üstün insandır. Və əhkəmən nas. İnsanların ən yaxşı hakimidir. Ən yaxşı hökm edənidir. Ən ədalətli hökm edənidir. Bilirsiniz, əqzakum alih Peyğəmbər buyurdu ki, sizin ən o qəzavətdə ən ədalətli hökm verəniniz Əlidir. Əlidir. O ən yaxşı hökm verəndir. Bilirsiniz, Allahın xəlifəsi Allahı təmsil edən şəxsdir. Allahın seçdiyi adam Allahı təmsil edən şəxs. Yəni Allahın hansı xüsusiyyəti varsa, o da o xüsusiyyəti göstərməlidir. Allahın aynası olmalıdır bir sözlə. Allahın rəngi olmalıdır o. İnsanlar Allah qoxusu almalıdır ondan. Ən çox da ondan. Çünki Allahın xəlifəsidir, Allahın nümayəndəsidir, Peyğəmbəridir, imamıdır. Allah ən elmlidir. Yəni müqayisəsiz, alimdir. Allahın seçdiyi şəxs də Allahın elminin daşıyıcısıdır. Allah əleyhissallahu bi əhkəmil hakimin, Allah hökm verənlərin ən yaxşısı deyilmi? O da, o xəlifə də, o imam da, o peyğəmbər də əhkəmül hakimin olmalıdır. Hökm verənlərin ən yaxşısı olmalıdır. Ona görə Quran buyurur ki, ey peyğəmbər, Nisa surəsində olmalıdır bu ayə. Ey peyğəmbər, əgər onlar öz aralarındakı ixtilaflara görə, mübahisələrə görə səni hakim seçsələr və sonra sənin çıxartdığın o hökmə razı olsalar, onda və tam təslim olsalar, onda əsl mömündülər, onda əsl müsəlmandılar. Belə olmayınca iman etməyiblər. Nəyə görə? Çünki ən yaxşı hökm verən Peyğəmbərdir. Ən yaxşı hökm verən Allahın seçdiyi imamdır. Ona görə İmam Rıza əleyhissalam imamı bu cür tanıtdırır. Buyurur ki, imam da ən elmli bir adamdır. Peyğəmbər buyurdu ki, mən elmin şəhəriyəm və Əli onun qapısıdır. Kim şəhərə daxil olmaq istəsə qapısından girsin. Peyğəmbər elminin daşıyıcısı Həzrət Əlidir. Həzrət Əmirül-Müminin buyurdu ki, Peyğəmbər mənə elmdən 70 qapı, 70 şaxə öyrətdi. Hər 70 qapıdan da 70 deməli qapı açılır. Təqribən hədis belə olmalıdır. Ola bilsin sayında, rəqəmdə mən indi yadıma düşdü deyə, ona görə deyirəm. Ola bilsin rəqəmdə səhv eləyə bilim, amma yəni hədisin mahiyyəti bundan ibarətdir. Yəni hər bir qapıdan da bir 70 qapı açılır. O qədər Peyğəmbər mənə elm öyrətdi. Sonra buyurur İmam Rıza əleyhissalam, və ətqən nas. İmam insanların ən təqvalısıdır. Ən təqvalısı. Yəni dindarlıqda, imanda, təqvada, haramdan çəkinməkdə ondan üstünü yoxdur. Ən təqvalı insanıdır. Və əhləmən nas. Ən helimlisidir. Həlim, ən həlim olanıdır. Yəni insanlarla xoş davranar, yumşaq davranar,
əff edər, güzəşt eləyər, cəza verməkdə tələsməz. Yəni, helmin bir mənası da odur. Cəza verməkdə tələsməz. O, gözləyər, səbr edər, araşdırar, əffə üstünlük verər. Allah da belədir. Allah da həlimdir. Allahın adlarından biri də həlimdir. O, əffə meyillidir. Allah Teala əffə meyillidir. Onun əsas xüsusiyyəti odur. Əff edər. Özü də bilir, günahı da görür, cəzanı da verə bilər, amma tələsmir, səbr eləyir və bağışlayır, güzəşt eləyir. Yəni, bu yaxşılığın göstəricisidir. Bilirsiniz necədir? Bu yaxşılığın göstəricisidir. O günləri Qurani-Kərimdə bir ayə oxuyurdum. Qurani-Kərimi tilavət eləyəndə ayə mənim diqqətimi çox cəlb eləyir. Həqiqətən bəzən olur ki, insan görürsən ki, biri 20 ildir o ayəni oxuyur, amma o nöqtə görürsən ki, nəzərdən qaçır, diqqətdən qaçır. Mənim diqqətimi cəlb eləyən nə oldu? Orada Allah Teala buyurur, Peyğəmbərə buyurur. Deyir ki, La təzalu təttəli'u alə xainətin minhum. Ya Peyğəmbər, elə bir dövr olmaz ki, sən, o bəzi kitab əhlindən söhbət gedir orada, o bəzi kitab əhlindən bir xəyanət görməyəsən. Elə bir dövr olmaz. Hər zaman onlardan bir xəyanət görəcəksən. Bəs sonra deyir, bağışla, əff elə onları. Va'fu anhum vasfah. Həm əff elə, həm də göz yum. Yəni, sanki heç eləməyib, o cür özünü apar. Sanki xəyanət eləməyib. Sanki o pislik etməyib sənə qarşı. O cür göz yum. Niyə? Çünki Vallahu yuhibbul muhsinin. Çünki Allah yaxşı iş görənləri sevir. Sən yaxşılıq eləyirsən. Sən pisliyi pisliklə qaytarmırsan. Sən pisliyi yaxşılıqla qaytarırsan. Əfflə, güzəştlə qaytarırsan. Bu sənin xasiyyətin olmalıdır. Niyə ki, Allah bunu sevir. Ona görə Peyğəmbərə nə qədər pislik eləyirdilər, Peyğəmbərə yaxşılıq eləyirdi. Dedilər ki, ya Rasulallah, o sənə pislik eləyirdir. O pisliyindən əl çəkmir. Mən yaxşılığımdan əl çəkeyim. Bax, kökü o ayədir Qurani-Kərimdə. Ey Peyğəmbər, xəyanət görərsən onlardan hər zaman. Əff elə, göz yum. Çünki Allah yaxşı iş görənləri sevir. Sənə stimul verən bu olmalıdır. Allah sevir. Allahın xoşu gəlir yaxşılıqdan. Sən pislik etsən, Allahın səndən xoşu gəlməz. Görürsünüz? Bu həlimlikdir, bu Allahın xasiyyətidir. Gözəl davranar, əff eləyər. Sonra imam kimdir? Və əşcəən nas. İmam insanların ən şücaətlisidir. Ən şücaətlisi. Həm qüdrətlidir, həm də qüdrəti yerində istifadə edə bilən şəxsdir. Ona deyirlər şücaət. Şücaətin içində qorxmazlıq da var, güc də var və yerini bilən, gücü harada istifadə etmək lazımdır, onun yerini bilir. Yəni, onlar hər şeyin həm bu məkanı olaraq coğrafiyasını bilirlər, həm də sözün, qüdrətin də coğrafiyasını bilirlər. Harada nə demək lazımdır, harada nə etmək lazımdır, onu yaxşı bilirlər. Hər bir dəlisovluq, vurub, yıxmaq, filan ilişmə, ona ilişmək, buna ilişmək, bu şücaət deyil. Lap əlində güc də olsa, şücaət deməzlər. Ona deyirlər dəlisov. Ona deyirlər dəlidir. Ağıllı adam deyil. Kimə gəldi, ilişəsən, kimə gəldi, döyəsən, vurasan, bu ağıllı insan, bu şücaət deyil. Lap qolun güclü də olsa, yenə şücaət sayılmır. Şücaət odur ki, yerində istifadə eləyəsən o gücü, qüdrəti. Və Peyğəmbərlər həm qorxmaz olublar, yəni qorxu nədir bilməyiblər. Heç vaxt qorxmayıblar. Heç nədən də qorxmayıblar. Həzrət Nuh Peyğəmbərin dastanında, Qurani-Kərimdə biz oxumuşuq da, əhvalatında. Nuh Peyğəmbər bütün cəmiyyətinə deyir ki, hamınızla gəlin üstümə, mən Allaha təvəkkül edirəm.
Sizsə nə bacarırsınız eləyin. Onlar Həzrəti Nuhun qarşısına çıxa bilmirlər. Peyğəmbərimizin nə qədər təkliflər olundu, nə qədər hücumlar olundu sonralar, müharibələr baş verdi. Peyğəmbər heç vaxt geri addım atmadı. Heç vaxt qorxaqlıq görmədilər ondan. Peyğəmbər çox şücaətli idi, çox güclü idi. Həzrət Əmirül-Müminin buyurur ki, döyüşün ən şiddətli vaxtı biz Peyğəmbərə sığınırdıq. Ona çatanda sanki bir səngərə yetişmişik, rahatlaşırdıq. Əmirül-Müminin buyurur ki, Bədr günü, Bədr müharibəsində həmən gecə, hansı ki sabahsı gün Bədr olacaq, Bədr müharibəsi. Müsəlmanlar çox az idilər, elə birinci müharibəsidir. Çox azdır, təchizat baxımından da çox zəifdir, aşağı idi. Onlar həm çoxdur, həm də təchizat baxımından da güclü idilər. Bunlar da zəif. Təsəvvür edin ki, Həzrət Əmirül-Müminin buyurur, Bədr gecəsində Peyğəmbər elə ibadət eləyirdi ki, sanki sabah müharibə olmayacaq. O cür aram və rahat idi. Yəni, o cür qorxmaz idi Həzrəti Peyğəmbər. Vəsf olunmaz bir qorxmazlığı vardı, bir şücaəti var idi. İlahi şəxsiyyətlər belədir. Əmirül-Müminin necə qorxmaz, necə şücaətli, necə güclü belə şəxsidir. İmam Həsən əleyhissalam, İmam Hüseyn əleyhissalam hamısı belə olublar. Bir dəfə Siffin müharibəsi idi. Siffin müharibəsində deməli gördülər ki, Muaviyyənin ordusu gördülər ki, bir nəfər üzünü bağlayıb, gəlib qoşunla üz-üzə dayanıb tək tənha və mübariz tələb eləyir ki, yəni kim döyüşmək istəyirsə gəlsin qabağıma. Burada Muaviyyə deyir, Əmrasa baxdı, dedi ki, neyniyək? Necə bilək ki, bu Əlidir, yoxsa yox? Əmras deyir ki, qoşunu götürün, gedin. Üstünə hücum eləyin. Əgər dala çəkildi, bilin ki, Əli deyil. Amma yox, siz ona hücum eləyəndə, o da sizin üstünüzə gəlsə, bilin ki, Əlidir, qaçarsınız. Belə də oldu. Gördülər ki, tək tənha qalıb, mübariz istəyir, hücum çəkdilər, neçə nəfər qoşunun bir qolu. Amma o tək tənha özünü vurdu qoşuna. Ona görə hamısı qaçdılar. Orada Əmras da qaçır. Sonra da paltarını soyunur ki, Əmirül-Müminin həya eləsin, baxmasın ona, öldürməsin. Belə də oldu. Həmən o səhnədə. Çox şücaətdir. İmam Hüseyn əleyhissalam 30.000 ordu ilə üz-üzə dayandı, tək tənha. Bu cür şücaət. Yəni, vəsf olunmaz bir şücaətdir. Vəsf olunmaz bir şücaət. Həzrət İbrahim Peyğəmbər o boyda Nəmrudun üstünə tək getdi. Həzrət Musa Peyğəmbər, Harun Peyğəmbər Fironun üstünə tək getdi. O boyda ordusu, ölkəsi, güc qüdrəti olan bir şəxs. Gücün üstünə, dövlətin üstünə. Tək tənha getdi. Bu nədir? Şücaətin əlamətidir bu. Qorxmazlığın əlamətidir. Və əsxən nas. İmam kimdir? İmam ən səxavətli insandır. Özü ac qalar, amma cəmaatı yedizdirər. Səxavətdə birincidir. Öz malını insanlara paylayar. Ki, yəni burada Əhl-i Beyt əleyhissalam o qədər nümunə göstəriblər, o qədər ülgü olublar ki, insanlara dillər dastanıdır. Və əbədən nas. İmam ən abid insandır, ən ibadət eləyən, ən zahid, ən ibadət, dünyaya rəğbətsiz. Həzrət Əmirül-Müminin buyurur ki, əgər 7 fələyi mənə versələr ki, qarışqanın ağzından bir o buğda qabığını çıxardım, arpa qabığını çıxardım, çıxartmaram. Alım ondan, yəni o dərəcədə az bir zülmü eləyim, eləmərəm. Niyedir? Çünki bəziləri dedilər ki, ya Əmirül-Müminin, nə var ki, buğdanı çıxart məsələn, sonra buğda qabığını çıxart, sonra buğdanın özünü verərsən. Deyir, yox. Çünki Allahın sözü yerə düşür. Allahın sözü yerə düşməməlidir. Və imam belə olmalıdır. Ən abid insan,
İmam ən zahid insan. Yetimlər üçün ata, insanlara mehriban, insanların əziyyəti Quran buyurur ki, ey Peyğəmbər, sən insanların əziyyət çəkməsi sənə ağır gəlir. Və imam belə idi. İmam Rıza Aleyhisselam bax bu cür tanıtdırır imamı. İmam mehriban ata kimidir. Sonra buyurur, öz körpə uşağına ana necə bağlıdırsa, necə şəfqətlidirsə, imam da ümmətə o cürdür. O cür bağlıdır, o cür şəfqətlidir. Dəhşət tanıtdırır, yəni imamın xüsusiyyətini. Və imam məhz belə bir xüsusiyyətlərə malikdir. İmam Rıza Aleyhisselam, deyəsən bizim vaxtımız çox getdi. İmam Rıza Aleyhisselamın kəlamlarından, imamı tanıtdıran kəlamlarından bu qədər işarə eləyə bildik. İnşallah təbərrük olsun, bir dənə də ağıl barəsində bir hədisi deyim. İnşallah onunla da söhbətimə son qoyum. Buyurur ki, İmam Rıza Aleyhisselam buyurur, Əl-aqlu hibəun minallah. Ağıl Allahın böyük nemətidir. Vəl-ədəbu külfətun. Ədəb çətinliklə əldə olunur. Ədəb biraz məşq lazımdır, səbir lazımdır. Ədəb haqq yolda olmaqdır. Nahaqqa meyl etməməkdir ədəb. Ədəb hər bir şeyin yerini gözləməkdir. Öz yerini bilmək, qarşı tərəfin yerini bilmək. Bunlar hamısı ədəbin xüsusiyyətidir. Ədəb odur ki, İmam Hüseyin Aleyhisselam buyurur, evdən çıxdığın, gördüyün hər kəsi özündən üstün bilməkdir. Bunlar çətin xüsusiyyətlərdir. Fəmən təkəlləfəl ədəbə qədər aleyhi. Kim ədəbi öyrənməyə çalışsa, buna nail olacaq. Allah bu zəhməti yerdə qoymur. Allah o ədəbi verər ona. Amma və mən təkəlləfəl aqlə ləm yəzdəd illə cəhlə. Amma kim özünü ağıllı göstərməyə çalışsa, yəni ağlı yoxdur, amma hey özünü ağıllı kimi göstərməyə çalışır. O öz cəhalətini artırır. İnsanlar bilər ki, bu adam cəhalətlidir. Çünki niyə? Axı ağıl yoxdur, yəni bir qavrayış, anlayış yoxdur, məsələləri anlaya bilmirsən. Ona görə sən danışsan, yersiz danışacaqsan. Hey özünü ağıllı kimi göstər. Oldu bəzi insanlar görürsən ki, elə danışır ki, özünü ağıllı kimi göstərməyə çalışır və bilinir ki, bu adam yersiz danışır, yersiz rəftar edir. Ona görə İmam Aleyhisselam buyurur ki, o ağıl, o fəhm, o başa düşmək, o anlayış yoxdursa, yersiz danışma. Danışarsan, bilərlər ki, sən kimsən. Bilərlər ki, sən cahilsən, sən bilmirsən bu məsələləri. Ona görə ki, ağlı gərək Allahdan istəyəsin, Allahın nemətidir. Allah təbarək və teala bizi də ağıllı insanlardan qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.